Qriqori Orconikidze 1886-cı ildə Gürcüstanda, Kutaisinin Qoreşa kəndində anadan olub. 2 illik təhsildən sonra qohumları onu Tiflisə aparır və o 1901-1905-ci illərdə felçer məktəbini bitirir. Həmin illərdən inqilabi fəaliyyətlə məşğul olmağa başlayan Qriqori Orconikidze zaman keçdikcə Sergoya çevrilir. Tiflisdə təhsilini bitirəndən sonra gedir Abxaziyaya, orada Qudautada felçer işləyir və felçer fəaliyyətini davam etdirməklə yanaşı bu inqilabi hərəkata qoşulur və sərhəddən gizli şəkildə silahın daşınması vaxtı bunu Qazaq dəstələri saxlayırlar və yenidən bu həbs olunur və həbsxanadan azad olunandan sonra gəlir Bakıya. Bakıda sonra Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin üzvü olur. Burada Bakının neft mədənlərində felçer kimi işləyir. O dövrdə 1 may nümayişində iştirak etdiyi üçün yenidən həbs olunur. Bundan sonra çıxır, gedir Almaniyaya. Qısa müddətdən sonra yenidən Bakıya qayıdır. Ondan sonra yenidən həbsxanada olur 1907-ci ildə. Yenə də inqilabi fəaliyyətini davam etdiyi üçün. Sergo Orconikidze ilə Stalin o dövrdəki ləqəbi ilə Koba 1907-ci ildə İnqilabçılar şəhəri Bakıda, Bayıl türməsində 3 nömrəli kamerada tanış olublar və aralarında sıx dostluq münasibəti yaranıb. Hətta Stalin hakimiyyətdə olduğu vaxtlarda onlar biri-birlərinə sən deyə müraciət ediblər. Dostluq münasibətləri o qədər yaxın olub ki, Stalinin həyat yoldaşı Nadejda Alliluyeva intihar edən gecə Orconikidze və Kirov səhərə qədər Stalinin mənzilində qalıblar. 1910-cu ildə bu Fransaya, Parisə gedir və Parisdə Lenin tərəfindən yaradılmış məktəbdə təhsil alır. Xüsusi bir məktəb var idi. Orada olarkən Lenin bunu tanıyır, bununla bir təmas qurulur və buna 1912-ci ildə Praqada keçirilən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının 6-cı konfransının təşkil edilməsində Tiflis təşkilatından bu nümayəndə kimi orada fəal iştirak edir. 1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda Sovet hakimiyyətinin qurucularından olmuşdu. O dövrdə maraqlı bunların məktublaşması var Leninlə. Məsələn, Lenin hiss olunur ki, Qafqazdakı məsələlərlə bağlı məhz Orconikidze ilə daha çox əlaqə qururdu. Martın 17-sində Orconikidze və Smilkaya Leninin məktubu var ki, biz Bakını tez qısa bir zamanda tutmalıyıq. Только бы этому Саватидзе не взорвали нефтяные скважины. Ленин дал мне специальное распоряжение по поводу нефти. Növbəti bir onun məktubu var martın 27-sində gənə Orconikidzeyə ki, biz Maykov və Qroznunu tutmalıyıq və hətta orada belə bir xətt də gedir ki, əgər yerli əhali bizə müqavimət göstərsə, biz onlara qarşı çox qəddar olacağıq. Birbaşa Bakı əməliyyatına rəhbərlik edən şəxslərdən biri məhz Orconikidze idi. Ondan başqa aprelin 23-də yenə də o Rusiya Xarici İşlər Komissarı Çiçerinə bildirir ki, ola bilsin ki, biz müqavimətsiz Bakıya daxil olacağıq və bizə burada Nərimanov lazımdır, amma ona geniş səlahiyyətlər verməyin. Hətta orada təklif edirdi ki, bizə bütün Qafqaz üzrə geniş səlahiyyətlər verilməlidir. 1922-ci ildə Sergo Orconikidze Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. O, 1926-cı ilə qədər bu vəzifədə çalışır. 1920-ci il iyunun 30-da Leninin Orconikidze bir teleqramı var. Həmin teleqramda o birbaşa bildirir ki, mən sizə Azərbaycanın daxili və xarici siyasətini tapşırıram və bu sahədə bütün səlahiyyətlər sizə verilir. Orconikidze demək olar ki, həmin dövrdə Ermənistanla Azərbaycan arasında Moskva ilə gedən danışıqlarda Azərbaycan tərəfindən Orconikidze təmsil edirdi. İyunun 19-da Moskvaya yazdığı məktubda göstərirdi ki, Azərbaycan Qarabağsız və Zəngəzursuz keçinə bilməz. Bu ərazilər Azərbaycana birləşməli idi və digər ərazilərdən isə Azərbaycanı imtina edə bilər. Hətta ilk dəfə Qarabağa muxtariyyətin verilməsi məsələsini Orconikidze irəli sürür. Həmin o məktublaşma dövründə o bildirir ki, mən məcbur edəcəm Azərbaycan rəhbərliyini ki, onlar Qarabağ və Zəngəzura muxtariyyət verilsin və bu təşəbbüs məhz Azərbaycan rəhbərliyi adından irəli sürülsün. Orconikidzenin Qarabağ-Zəngəzur məsələsində ilk baxışdan Azərbaycan mövqeyini müdafiə etməsi Çiçerinin özündə belə bir şübhə yaradır. Hətta 9 iyul 1920-ci ildə Çiçerin ona bir məktub yazır. Deyir ki, məni təəccübləndirir sizin müsəlman yönümlü mövqeyiniz. Siz belə mövqeyi ilə Azərbaycan rəhbərliyində millətçiliyin güclənməsinə şərait yaradırsınız. Orconikidze də ona maraqlı bir cavab verir. O deyir ki, mən sizə əmin edə bilərəm ki, mənim nəslimdə heç bir tatar yoxdur.
Orconikidze SSR-nin yaradılması işində Leninin ən yaxın silahdaşlarından olub. Xüsusilə də Zaqafqaziyada Sovet hökumətinin qurulmasında əsas fiqurlardan biri sayılıb. 22-ci ilin dekabrında Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federasiyası yaranır. Onun yeni partiya təşkilatı Zaqafqaziya Diyar Partiya Komitəsi yaranır və onun rəhbəri olur Orconikidze. Bu federasiyanın yaranmasına qarşı çıxırdı Gürcüstan. O dövrdə Gürcüstan rəhbərliyi ilə Orconikidze arasında müəyyən mübahisələr yaranmışdı. Gürcüstan rəhbərliyi nə istedi? Gürcüstan rəhbərliyi deyirdi ki, biz federasiya şəklində yox, birbaşa Sovet Sosialist Respublikalarının ittifaqının tərkibinə qatılmalıyıq. Orconikidze isə federasiya şəklində bu üç respublikanın həmin ittifaqın tərkibinə qatılmasını istəyirdi. Stalin tərəfindən belə bir layihə irəli sürülmüşdü 1922-ci ilin sentyabrında ki, bütün Sovetləşmiş respublikalar muxtariyyət şəklində Rusiya Federasiyasının tərkibinə qatılsınlar. Orconikidze də bunun tərəfdarı idi və bu layihə Leninə çatanda Lenin buna etiraz edir. Lenin bildirir ki, biz bütün respublikaların bərabər şəkildə eyni hüquqda bir ittifaqda birləşməsinin tərəfdarıyıq. Amma Gürcü bolşevikləri yenidən buna etiraz edirlər. Yenə də onlar ona etiraz edirlər ki, respublikalar birbaşa bu ittifaqa daxil olmalıdırlar. Və yenidən o böhran yarandan sonra Orconikidze Tiflisə gedir və Tiflisdə Gürcü rəhbərliyi ilə əsasən bu Prokofiev Midivani idi, Filip Maharadze idi, Akaki Kabahidze idi. Bunlarla konflikt əmələ gəlir və həmin konfliktdə məhz Kabahidze Orconikidzeni təhqir edərək onu Stalinin eşşəyi adlandırır. Bu ifadəyə Orconikidze onu şillələməklə cavab verib. Və bunun nəticəsində məşhur Gürcü işi ortaya çıxır və İnsident haqqında Leninə məlumat verilir. Lenin Orconikidzeni əl qaldırmağına görə ciddi cəzalandırmaq istəsə də, Stalin bunun qarşısını alır. Məsələnin araşdırılması Dəmir Felix ləqəbli Dzержinskiyə həvalə olunur və o, Stalinin göstərişi ilə məsələni Orconikidzenin xeyrinə həll edir. Orconikidze 1932-ci ildə SSR-də yeni yaradılan Ağır Sənaye Komissarlığına komissar təyin olunur. Araşdırmaçıların qənaətinə görə SSR-də iqtisadiyyatın inkişafında Orconikidze müstəsna xidmətlər göstərib. Maşın qayırmada, aviasiya sənayesində, yeni zavodların inşası və istismara verilməsində Orconikidzenin gərgin əməyi sayəsində SSR-də ən yüksək göstəricilər əldə olunub. Onu hansı sahələrə qoyurdusa Moskva, o sahələr mütləq inkişaf edirdi. Orada nəyəsə nail olurdular. Çünki Orconikidzenin çox böyük təcrübəsi vardı. Həyat təcrübəsi böyüdü. O inqilabın ən keçmə-keçli yollarından keçmiş böyük təcrübə toplamışdı. Vaxtilə Kirovun Azərbaycan partiya rəhbərliyinə təyin olmasında da Orconikidzenin böyük rolu var idi. Kirov Gürcüstanda Rusiyanın səfiri idi, Sovet Rusiyasının səfiri idi. Gürcüstanda Sovet hakimiyyəti qurulandan sonra artıq bu səfirə ehtiyac qalmır. Çünki tədricən üç respublikalar müxtəlif sahələr üzrə inteqrasiyaya gedirlər. Dəmir yolları birləşir, xarici ticarət birləşir, xarici siyasət birləşir. Kirov bir növ işsiz qalmışdı və məhz Orconikidzenin proteksiyası nəticəsində Kirov Azərbaycan Komünist Partiyasının birinci katibi vəzifəsinə gətirilir. Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri aradan götürülməsi ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı qalır. Rəsmi olaraq infarktdan öldüyü bildirilsə də, digər bir versiyaya görə Sergo intihar etmişdi. 37-ci ildə fevral-mart plenumu keçirilir. Orconikidze böyük bir çıxış etməli idi. O çıxışında da o sənayedə ziyankarlıqla bağlı məsələlərə toxunmalı idi. Qurultaydan əvvəl Orconikidze xüsusi komissiyalar göndərir müəyyən müəssisələrə. Müəyyən etsin, bu müəssisələrdə hər hansı bir ziyankarlıq varmı? Həmin müəssisələri o dövrdə artıq Xalq Daxili İşlər Komissarlığı yoxlayırdı, Yejovun rəhbərlik etdiyi. Və buna siqnallar çatırdı ki, müəyyən şəxslərə qarşı artıq cinayət işi qalxıb. Orconikidze o adamları müdafiə edəndə o adamlara inanırdı çox, çünki illərlə həmin insanların işləyirdi. Bu, istər-istəməz Stalin və Yejov kimi şəxslərin xoşuna gəlmirdi. Yəni, bu belə qəbul olunur ki, o ziyankarları, həmin o xalq düşmənlərini müdafiə edir. Son nöqtəni də bu məsələdə bunun qardaşının həbsi qoyur. Orconikidzenin qardaşı Papulia Gürcüstan Ticarət Palatasında işləyirdi. İlk dəfə Orconikidzenin özünə sui-qəsd edib öldürməsi versiyasını 1956-cı ildə 20-ci partiya qurultayında Xruşov bildirir və onun günahını o dövrdə Beriyanın üstünə atır ki, yəni Beriya ilə bunun arasında olan o münaqişələr ona gətirib çıxartmışdı ki, Orconikidze həmin repressiyalara dözməmiş, özünə sui-qəsd təşkil etmişdi.
O vaxta qədərsə rəsmi bu ilə bağlı mövqe belə idi ki, Orconikidze paraliçdən ölüb. Onu da qeyd etmək lazımdır ki, Orconikidze'nin o Şlisserburg qalasındakı o 3 il katorqa dövrü onun doğrudan da səhhətinə çox mənfi təsir etmişdi. Bunda stenokardiya xəstəliyi vardı. 29-cu ildə bunun sol böyrəyini çıxartmışdılar və bu bir neçə dəfə pristup keçirmişdi. Sonralar Sergo Orconikidze'nin həyat yoldaşı Zinaida Gavrilovna öz xatirələrində 1937-ci ilin 18 fevral gününü belə xatırlayır. Saat 17:30-da atəş səsi eşitdim. Dərhal Sergonun otağına keçdim. O artıq keçinmişdi. Təxminən yarım saatdan sonra Stalin və bütün ətrafı bizə gəldilər. Tanımadığım adamlar da var idi aralarında. Həmin adamlar 10-15 dəqiqənin içində bütün mənzildə təmizlik işləri apardılar. Döşəməni, Sergonun otağındakı şkafları xüsusi məhlul əlavə olunmuş su ilə sildilər və bundan sonra təşrif buyuranlar mənzili tərk etdilər. Stalin qapıdan çıxanda məni çağırdı. Olduğundan da biraz ciddi xəbərdarlıq etdi. Ölümün necə baş verdiyi barədə bir kəlmə də danışmamalısan. Əks halda bunun nəticəsi yaxşı olmayacaq. Mən heç nə demədim, çünki nələrin baş verəcəyini anlayırdım. Orconikidze'nin dəfni çox təmtəraqlı təşkil edirlər. Bilirik ki, o Kreml binası qarşısında dəfn olunur. Müəyyən şəhərlərə, rayonlara, məktəblərə bunun adı verilir. Amma buna baxmayaraq, bundan sonra Stalin dövründə Orconikidze'nin adına da müəyyən tabu qoyulmuşdu. Anastas Mikoyan Orconikidze'nin ölümündə Beriyanın əli olduğunu yazırdı. Son vaxtlar Sergo çox gərgin görünürdü. Bunun səbəbini soruşanda dedi ki, mən Stalinə sədaqətliyəm, ona qarşı heç vaxt çıxa bilmərəm, amma Stalin bunu anlamır. O, Beriyaya inanır. Orconikidze sözü birbaşa deməyə bacaran şəxs idi. Onun komandada olması çoxlarına sərf etmirdi. Buna görə də Beriyaya bütün imkanlardan istifadə edib onu sıradan çıxarmağa çalışırdı. Beriyanın 53-cü ildə həbs olunanda ən çox Beriyaya orada verilən suallardan biri Roman Rudenko SSR-nin baş prokuroru Orconikidze ilə bağlı məsələ idi ki, siz Orconikidze'nin ölümündə günahkarsınız, siz Orconikidze'yə qarşı müxtəlif fikirlər söyləyirdiniz və Stalini ona qarşı qoyurdunuz. Amma Beriya orada maraqlı bir söz deyir, mən Orconikidze'yə öz karyera yüksəlişimə görə borcluyam. Deyir, vaxtilə mən Bakıda işləyirdim, Azərbaycan Fövqəladə Komissiyasının sədrin müavini idim, sonra mən getdim Tiflisə, Gürcüstan Fövqəladə Komissiyasının sədri rəhbərliyinə məni Orconikidze qoydu. Sonra məhz Orconikidze'nin köməyi ilə mən Zakafkaziya Fövqəladə Komissiyasının sədrin müavini vəzifəsinə çıxdım. Yəni, bu bildirirdi ki, mənim Orconikidze ilə heç bir hansısa bir zəmində bir münaqişəm yox idi və siz məni bunda günahlandırırsınız. Beləliklə, Sovet hakimiyyətinin qurucularından biri, Leninin silahdaşı, Stalinin türmə dostu olan 50 yaşlı Sergo Orconikidze'nin ölümünün əsas səbəbi hələ də müəmmalı qalır.